Stasionar metal axtaranların əsas məqsədi. Stasionar metal axtaranlar aviasiya təhlükəsizliyində geniş istifadə olunan texniki vasitələrdən biridir. Metal axtaranlarla aeroportlarda baxış keçirməkdən məqsəd üzərində gizlədilərək özü ilə hava gəmisinin bortuna, aeroport ərazisinə və obyektlərinə odlu və soyuq silah, qranat, partlayıcı qurğuların detalları, radioaktiv maddə konteynerləri və digər qadağan olunmuş metal obyektlər keçirmək istəyən sərnişinləri, onları yola salanları və qarşılayanları, eləcə də hava gəmisinin ekipaj üzvlərini, aviapersonalını aşkar etməkdən ibarətdir. Stasionar metal axtaranlar elektromaqnit induksiya prinsipinə əsaslanır. Bu cihazın işləmə prinsipi onun yaratdığı dəyişən maqnit sahəsi vasitəsilə metalların elektromaqnit reaksiyasının qeydiyyatına əsaslanır. İş prinsipinə görə metal axtaranlar bir zonalı və çox zonalı olurlar. Bir zonalı tağvari metal axtaranlar baxış zamanı qadağan olunmuş əşyanın insan bədəninin konkret yerləşdiyi yeri deyil, yalnız onun mövcudluğu faktını təyin edir. Səs və işıq siqnalizasiyasına malikdir. Çoxzonalı metal axtaranlar insan üzərində gizlədilmiş metal əşyanın onun hansı nahiyəsində yerləşdiyini 10 sm dəqiqlikdən təyin edir. Metal axtaranlar konstruksiyasına görə iki şəkildə hazırlanır: stol şəkilli və panel şəkilli. Stol şəkilli estetik nöqteyi nəzərdən panel şəkilliləri qabaqlayır. Onlar yüngüldürlər, az yer tutaraq geniş görünüşlü nəzarət sahəsini təmin edirlər. Yəni, növbədə duran sərnişinlərin asan müşayiət olunmasına şərait yaradırlar. Bizdə bir sual yaranır. Stasionar metal axtaranların texniki quruluşu nələrdən ibarətdir və onlar hansı funksiyanı yerinə yetirir? Bunlar qəbul edici panel, idarə etmə bloku, ötürücü paneldən ibarətdir. Ötürücü panel cihazda elektromaqnit sahəsi yaradır. Qəbul edici isə bu sahədə yaranan dəyişiklikləri qəbul edərək elektrik siqnalına çevirir. İdarə etmə isə həmin siqnalı analiz edərək metal obyektin olub-olmadığını təyin edir. Metal axtaranlara yaxınlıqda yerləşən monitorların, telefonların və digər elektron cihazların yarada biləcəyi maneələrin təsirini azaltmaq üçün xüsusi müdafiə sxemləri daxil edilir. Bu sxemlər eyni zamanda əks maqnit xassiyəli metal əşyaların bir-birini qarşılıqlı gizlətməsini istisna edir. Müasir dizayna malik metal axtaranın panelləri plastik örtüklə qorunur və geniş temperatur diapazonunda iş qabiliyyətini saxlayır. Səsin tonunun tənzimlənməsi funksiyasına da malikdir. Metal əşyanın insan üzərində hansı tərəfdə olduğu həmin tərəfin panelindəki işıq diodu indikatoru ilə bilinir. Panel hündürlüyü boyu ötürücü, qəbul edici dəstənin bərabər yerləşdirilməsi həssaslığın panel boyunca bərabər paylanmasını təmin edir.